Bakı Olimpiya İdman Kompleksində sərbəst piramida üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə milli musiqi nömrələri təqdim olunub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Nazir Bakının dünyanın idman paytaxtı seçildiyini xatırladaraq, bu cür turnirlərin ölkəmizdə bilyardın inkişafına və beynəlxalq idman əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. Fərid Qayıbov iştirakçılara yüksək nəticələr arzulayıb. Avropa Piramida Federasiyasının və Latviya Bilyard Federasiyasının prezidenti Sergey Kolçov təşkilatçılardan razılığını ifadə edib. O, yarışı yüksək səviyyədə keçirildiyini, turnirin beynəlxalq miqyasda canlı izləndiyini və müvafiq qurumlar tərəfindən qiymətləndirildiyini söyləyib. Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov isə bu layihə üzərində uzun müddətdir çalışdıqlarını bildirib. Tədbirə neçə illərdir hazırlaşırdıq ki, Azərbaycanda Bakıda Avropa çempionatını keçirdək. İnanırıq ki, çox yaxşı keçəcək. 12 ölkə və 124 idmançı iştirak eləyir. Kişilər arası, qadınlar arası da 6 ölkə, 15 idmançı iştirak eləyir. Ona görə ki, hər Avropa çempionatında bu rəqəmdə heç bir Avropa çempionatı olmayıb. İlk dəfədir ki, Bakıda keçirildi, Azərbaycanda keçirildi. Biz çox şadıq. Rəsmi hissədən sonra yarışlara start verilib. Qeyd edək ki, iyulun 12-sinədək davam edəcək Avropa çempionatında 13 ölkədən 130 bilyardçı sərbəst piramida növündə qalib adı uğrunda mübarizə aparacaq.